Suyun hazırdır. Sağ ol. Yəni nə almısan? Nədir o? Bu mətbəx tərəzisi. Harada Xanımlara şeylər var, hə? Nə? mətbəxdə ən çox yardım edəcək bir şey, mətbəx tərəzisi. Nə işə yarayır? Tərəzi dediyim bazarda olur, evdə tərəzi Bütün olur. bişirdiyim yeməkləri qramınla ölçürəm, bişirirəm. Belə dadlı yeməklər yeyirsən evdə. Tərəzinin niyə Hansıdır? kitabçası olsun da? Yəni kitabçası niyə var Bu tərəzinin? həyatda hər şeyin kitabçası var. Bu tərəzini necə qoşmaq lazımdır, necə işlətmək lazımdır. Bunun firması, hansı ölkədən Hardan gəlir, tapacaqsan? hansı... Mən bir elektroniksdən. Nəyə işə yarayır görürsən? İndi bunu qoşdum. Hı. İndi sənin üçün keks bişirəcəm. Keksin içinə neçə qram un gedir, yağ gedir, hamısını çəkəcəm, tökəcəm ki, daha dadlı olsun. Bilsən də hər şeyin qramınla eləyəndə daha normal, daha gözəl çıxır, daha dadlı çıxır. Nə olsun? 5 qram artıq olsun, nə olsun da, nə olsun? Sən 5 manat maaşı artıq ala bilirsən? Hayır mənim əziyyətimə Elşad. Hayır mənim əziyyətimə. Hayır. Hayır. Sana o kadar 10 il çörək verdim Elşad. Bilmədim.